Gelen ayaklarınız var olsun. Həmişə siz bizi yad etmişsiniz. Allah sizden razı olsun. Bütün şəhid analara, şəhid atalara baş sağlığı verirəm. Allah sizə sabır versin. Allah sizə güc, qüvvət versin. Öz övladlarımızı yaşadaq. Bugün benim için danışmak biraz da heyecanlıyım. Bana danışmak o kadar da düşmür. Çünkü bizim milletvekillerimiz her şeyi danıştı. Ben bugün bu sevinci bize bəxş eyləyən prezidentimə mən öz təşəkkürümü, minnətdarlığımı bildirirəm. Bu bir mən şəhid ana kimi mənim sevincim yox, bütün Azərbaycan xalqının sevinci idi. Bu sevinç xəbərini eşidən Azərbaycan xalqı 2 gün 2 gecə ayaq üstə həmişə zəng eləyib təbriklər dayanmadı. Bu təbriklər hamısı bizim prezidentimizə düşür. Allah ona can sağlığı versin, Allah kömək olsun. Allah bütün xalqımıza bundan sonra əminamanlı qismət eləsin. Bir daha Azərbaycan xalqı müharibə görməsin. Bizim balaca övladlarımız böyüyürlər. Onlar bizim gördüyümüz göz yaşlarını görməsinlər. Heç bir ana ataya, bacı qardaşlara göz yaşı bundan sonra qismət olmasın. Mən bunu deyə bilərəm ki, bizim belə bir prezidentimiz varsa, bundan sonra bizə çətin günlər qismət olmaz. Sağ olun, minnətdarım hamınıza. Çox sağ olun. Təşəkkür edirəm sizə. Burada Pəncəlinin iş yoldaşlarının anası burada var. Danışmaq istəyirlər. Mən də hər kəsi salamlayıram. Bugün anamıza göz aydınlığı verirəm. 2016'da Pəncəli balamız şəhid olanda mənim oğlum İsayev Təbrizdə qazi oldu, yaralandı. Daimi bu evə gəldi. Ana ilə Allah tam da ruhunu şad eləsin. Daimi bura gəldi, Allah bu günlərdə mənə qismət elədi. Mən həm şəhid anasıyam, həm qazi anasıyam. Mən bundan qürur duyuram. Allah başda Ali Başkomandamızın canını salamat eləsin, anamızı sevindirib. Daimi bu şəhidlərimiz yaşasın. Mən Cəlilabad rayonundan gəlmişəm. Bütün anaların adından ananı təbrik edirəm. Mən də xüsusi təyinatın giziri Paşayev Mahirin anasıyam və Paşayev Afiqin anasıyam. Mənim evlatlarımın hər ikisi müharibə iştirakçısı oldu. Paşayev Mahir Pəncəli balamızın şəhidliyin gətirmişdi. Evə qayıtdı, çox pis oldu. Dedim, ama keşke onun yerine mən olardım. Həyat belə fırladı. 44 günlük müharibədə Mahir də şəhid oldu. Çətindir biz analara. Ama möhtərəm prezidentimiz bizim balalarımıza dəyər verdikcə bizim dərdimiz yüngülləşir. Mən bu anamızı birinci Mahirin adından təbrik edirəm. Çünki onlar qardaş idilər. İkinci də öz adımdan təbrik edirəm. Və bir arzum var. Həyat qısadır. İstərdim ki, xüsusi təyinatda təlim görmüş oğulların, öz canların, qanların vətənə qurban vermiş oğulların hamısına qəhrəman adı verilsin. Onların adları bərpa olsun. Allah hamımıza səbir versin, dözüm versin. Siz də sağ olun ki, tədbiri təşkil eləmişsiniz. Allah hamımızdan razı olsun. Söz verilir milletvekili Rəşad Mahmudova.